21 yaşından tək qaldım. 21 yaşından yol gözləyirəm. Amma bilirəm dönəcək deyir, gələn deyir. Amma yenə gözləyirəm. Amma xalqımı istəyirəm arxamda dayansın dağ kimi, söykənim xalqıma. Mən hər şeyi xalqımdan gözləyirəm. Bilirəm ki, mən hansısa məmurun yadına haçansa düşəcəm. ...93-cü ilin aprel ayının 2-sindən Məmmədov Hilal Yusufoğlu itkin düşdü. Kəlbəcərdə gedən döyüşlərdən. Deməli, Murovdağda qarın altında qalmışdı. Tapıldı, gətirdilər. Bir gün evdə qonaq saxladıq. İkinci gün apardıq, şəhidlər xəbanında dəfn elədik. İndi hal-hazırda sağ olsun gənə prezidentimiz 232 manat mənə pensiya kəsib. Onunla dolanırıq. Amma hal-hazırda indiki vəziyyətdə 232 manatla dolanmaq çox çətindir, həddindən artıq. Bir otaqlı evim var, burada gəlinim, oğlum, dekabrda doğulası olan nəvəm, inşallah onunla yaşayacağım. Vəziyyətim budur, bir otaqdır. Bir otaqda yaşayırıq ailəlikcə. Heç bir dövlətdə belə hörmətsizlik olunmur şəhid ailəsinə. Türkiyədə görürsünüz şəhid olanları necə əl içində saxlayırlar. Amma biz öz şəhid olduğumuzu utanıram mən. Mən heç yerdə demirəm mən şəhid ailəsiyəm. Çünki utanıram, hamı mənə yazıq gözlə baxır. Bilir ki, Azərbaycan şəhidi ailəsi yazıqdır. Mən hara getmişəm, hansı məmurun qapısına getmişəm, qovulmuşam, təhqir olunmuşam. Məncə şəhid ailəsi təhqir olunması ailə deyil. Şəhid ailəsi bütün xalqın dərdidir, onu qorumalıdır. Amma mən Xətai rayonunun icra hakimiyyətinə getmişəm. Məni başçı qəbul etməkdənsə birinci müavin Nizaməddin müəllim var orada. O məni qəbul eləyib, məni təhqir eləyib uşaqlarımın yanında. Mənə qayıtdı dedi ki, mən sənə niyə ev verməliyəm? Prezidentin deyib, ged yapış onun yaxasından, ondan al evi. Mənim gözüm aydın sən şəhid ailəsisən. Nə bayraq eləmişsən şəhid ailəsiyəm. Mən uşaqlarımın yanında həqiqətən çox pis vəziyyətdə. Gəldim 2 ay mən depressiyadan ayıla bilmədim ki, Nüjeni şəhid ailəsini belə təhqir eləyər dövlət məmuru. Hər şey qanun çərçivəsində. Mən qanundan qırağa heç nə istəmirəm. Mən villa istəmirəm ki, mən istəyirəm ki, mənim oğlumun da bir evi olsun, orada yaşasın. Mən heç nə istəmirəm. Mənim oğlumun işi olsun. Getsin, işləsin, gətirsin, ailəsini dolandırsın. Niyə mən onun bunun əlinə baxmalıyam? Nə vaxta kimi? Axı, mən şəhid ailəsiyəm. Bu da dövlət səviyyəsində təqdim olunan sənəddir. 2012-ci ildə bu ləğv oldu. Bununla biz yol nəqliyyatından, metrodan istifadə edirdik. Yəni, işıq pulu, su pulu, qaz pulu ödəmirdik. Sonra yaddan çıxdıq, 2002-ci ildən başladıq ödəməyə. O dövləti atmadı, amma dövlət yox, məmurlar onu atdı. Dövlətin başçısı sərəncam verir, amma məmurları onu yerinə yetirmir. Amma hörmətli prezidentim, hörmətli xalqım mənə baxılmır. Gəlin, yoxlayın. Bu 23 ildə birinci dəfədir ki, siz mənim qapımı açmısınız.